Bir sayılı uşaq reabilitasiya mərkəzinin təşkilatçılığı ilə autizm sindromlu uşaqlar üçün tədbir keçirilib. Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar, o cümlədən autizm sindromlu uşaqların tibbi sosial reabilitasiya xidmətləri ilə əhatə olunması prioritetdir. Reabilitasiya mərkəzində sağlamlıq imkanları məhdud uşaqların səmərəli reabilitasiya xidmətləri ilə təmin üçün lazımi şərait yaradılıb. Ötən ilin dekabrında Qəbələdə uşaq reabilitasiya mərkəzi istifadəyə verilib. Yaxın aylarda isə Şəmkirdə belə bir mərkəzin açılışı planlaşdırılır. Gələcəkdə uşaq reabilitasiya mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Bizim əsas məqsədimiz də ondan ibarətdir ki, biz autizm sindromu olan insanları cəmiyyətdə inteqrasiya etməyə kömək eləyək, dəstək verək və dünyaya sübut eləyək ki, autizm xəstəlik deyil, sadəcə bir fərqlilikdir. Əsasən autizmli uşaqlarla işləyirəm. Sosial xəstəliyi olan autizmdən əziyyət çəkənlər üçün münasibət qurmaq, digərlər tərəfindən başa düşülmək problem yaradır. Mən də autizmli doğulmuşam, inklüziv məktəbdə təhsil almışam. Lakin sonra təhsilim də, fəaliyyətim də əksər insanlar kimi davam edib. Təcrübəmə əsaslanaraq Azərbaycanda da autizmli insanların sosiallaşmasına kömək etməyə çalışıram.